Gözəl xanımlar, bu maska sizin dərinizi yeniləyəcək, cildinizi ölü dəri hüceyrələrindən təmizləyəcəkdir. Maska üçün bizə 1 çay qaşığı quru maya və 1 çay qaşığı su lazımdır. Onları yaxşı-yaxşı həll edirik. Sonra isə üzərinə 1 xörək qaşığı süzmə qatıq əlavə edirik. Qeyd edim ki, üzündə allergiyası olan xanımlar mütləq süzmə qatıqdan istifadə etməlidirlər. Bu maskanı həftədə bir dəfə təmizlənmiş üz dərisinə tətbiq etmək lazımdır. Maska üz dərisində 15 dəqiqə qalmaq şərti ilə maskanı yuduqdan sonra mütləq nəmləndirici çəkməyi unutmayın.